Salam dəyərli izləyicilər, İnkişafdasan verilişindəyik. Bugün müasir idarəetmənin ən insan yönümlü, transformativ yanaşmalarından biri olan bir mövzunu müzakirə edəcəyik. Koçvari idarəetmə. Çünki artıq tapşır və yoxla dövrü arxada qaldı. İndiki liderlər qarşısındakı insanı potensial olaraq görür. Onu yönətməklə deyil, onu gücləndirməklə, inkişaf etdirməklə özləri də güclənirlər. Bəs ümumiyyətlə koçvari idarəetmə nədir? Bu yanaşmanı rəhbərlər necə mənimsəyir? Komandalar necə qəbul edir? Bu sualları bugün burada birlikdə müzakirə edəcəyik. Gəlin başlayaq. Qonaqlarımız Future Bright şirkətinin ölkə üzrə direktoru Könül Əliyeva və ICF Beynəlxalq Coaching Federasiyasının tam təlimçi koçu Aytən Qocayevadır. Xoş gəlmisiniz. Sağ olun. Bugün biz koçvari idarəetmə nədir? Tam olaraq bu haqda danışacağıq. Ümumiyyətlə, koçvari idarəetmə nədir? Bu idarəetmə rəhbər üçün hansı əsas dəyişiklikləri gətirir? Sualım hər ikinizədir. Könül xanım, sizdən başlayaq, sonra müzakirə edək. Təşəkkür edirəm Elmira xanım. İlk öncə biz koçluq haqqında və koçvari idarəetmə haqqında danışmadan öncə koçluğun nə olduğuna baxmağımız daha doğru olar. Çünki bəzən insanlarda suallar yananır ki, koçluq nədir, psixologiya nədir, bir-biri ilə eynidirmi, fərqlidirmi? Biraz buna aydınlıq gətirmək istəyirəm. Həm də tamaşaçılarımız üçün də bu maraqlı sual olduğunu düşünürəm. Ümumiyyətlə, koçluq özü fəlsəfəsi pozitiv psixologiya üzərinə inşa edilmiş, nəzəriyyəsi üzərinə inşa edilmiş bir ekoldur. Sadəcə psixologiyada hər zaman danışdığımız kimi keçmişdə baş verən hadisələrin həyatımızda, ətrafımızda bizim duyğu, düşüncə və davranışlarımıza olan təsirini psixologiya öyrənir, araşdırır və şəfalandırır və bugünümüzü yolumuza daha sağlam şəkildə davam etməyə fayda verir. Koçluq isə keçmişlə heç bir zaman əlaqəsi olmur. Koçluq gələcəkdə baş verməsini istədiyimiz, dəyişməsini istədiyimiz, özümüzlə bağlı, öz xüsusiyyətlərimizlə bağlı, dəyişməsini istədiyimiz, yenilənməsini istədiyimiz, transformasiya olmasını istədiyimiz xüsusiyyətlərimizlə bağlıdır. Gələcəklə bağlıdır və bugündən sabaha gedən yolda sadəcə koçluq bizə işıq tutur. Və idarə etməyə gəldiyimiz zaman ilk növbədə idarə edən insanların, lider şəxslərin özləri ilə bağlı o dəyişim prosesində olmaları çox vacibdir. Daha sonra təbii ki, ətrafındakı olan komanda yoldaşları, əməkdaşlarının dəyişməsi, yenilənməsi, transformasiyasına töhfə verir. Koçvari idarə etmə ümumiyyətlə rəhbərin nəzarətçi yox, ilham verici, inkişaf etdirici rolda çıxış etdiyi bir liderlik modelidir. Bu yanaşmada rəhbər öz əməkdaşlarına sadəcə nəzarət etmir, eyni zamanda doğru suallar verməyi bacarır, işçilərini dinləməyi bacarır, problem olduğu zaman problemin həllini tapmağa onları təşviq edir. Dəyişikliklərə gəldikdə isə burada rəhbər nəzarətçi rolundan çıxır, bələdçi roluna keçir, hazır cavablar vermək əvəzinə doğru suallar verir, qısa müddətli nəticələr əvəzinə uzun müddətli inkişaf, nəticə, uğura yatırım edir. Bəs nə cür strategiyalarla rəhbər həm özünün, həm də əməkdaşlarını birgə inkişafa doğru apara bilər, paralel olaraq? Əsas dinləmək, öz işçilərini dinləməlidir bir rəhbər hər zaman. Rəhbər birinci özünü inkişaf elətdirməlidir, öz emosional zəkasını inkişaf etdirməlidir, dinləməyi bacarmalıdır ki, emosional zəka istənilən yaşda inkişaf oluna bilən bir şeydir. İnkişaf etdirdikdən sonra artıq işçilərini dinlədikdən sonra onlara özlərindəki o səhvi tapmaq üçün suallar verdikdən sonra sözsüz ki, işçilər də yəni bu idarəetmə sisteminə uyğunlaşacaqlar. Bu koçvari yanaşma əslində sadəcə rəhbərlər üçün keçərli deyil. Biraz əvvəl danışırdıq. Bu hər kəs üçün keçərlidir və bu həyatımızın hər mərhələsinə gətirməyimiz bizim üçün faydalı olar. Bizim bütün münasibətlərimizə, ünsiyyət bacarıqlarımıza effektiv təsir edər. Ancaq idarə etmə kontekstindən baxdığımızda ilk növbədə rəhbərin özü üçün çox faydalıdır. Çünki ilk növbədə öz güclü tərəflərinin, inkişafa açıq tərəflərinin fərqində olur. Özünün bacarıqlarının, potensialının fərqində olur. Ondan sonra, daha sonra artıq qarşı tərəf əməkdaşlar və ya komanda yoldaşları və ya partnyorlar digər insanlarla ünsiyyətində effektiv artıq davranmağa başlayır. Çünki
İlk növbədə ən çox belə bəyəndiyim tərəfi odur ki, siz artıq məsələlərə mühakimə edən zehniyyətlə deyil, öyrənən zehniyyətlə yanaşırsınız. Sanki bir uşaq mərakı kimi, uşağın marağı kimi, necə ki, ilk dəfə gördüyü məsələlərə ilk dəfə yanaşdığı kimi, siz də artıq bütün məsələlərə, komanda yoldaşlarınızın fikirlərinə, əməkdaşların fikirlərinə, düşüncələrinə mühakimə edən zehniyyətlə deyil, öyrənən zehniyyətlə yanaşırsınız. Mühakimə edən zehniyyət nədir? Hazır cavablar olması artıq sizin özünüzdə, beyninizdə, qarşınızdakı dinləyərkən, ondan sonra onun bugünə qədər davranışlarına əsaslanaraq hər hansı bir nəticələr çıxartmaq, hər hansı bir çərçivələrə oturtmaq, bunlar mühakimə edən zehniyyətlə yanaşmalardır. Ancaq öyrənən zehniyyətlə yanaşdığınız zaman o insanı ilk dəfə görürsünüzmüş kimi, onun fikirlərini ilk dəfə duyursunuzmuş kimi maraqla dinləmək və o insan, qarşınızdakı insanın fikirlərini açması üçün, onu cəsarətləndirmək üçün verdiyiniz doğru suallar, ucu açıq suallar, onu hərəkətə gətirən, ancaq kəsinliklə yönləndirən suallar deyil, istiqamətləndirən suallar deyil. Sizi həqiqətən dinlədiyini, sizin həqiqətən onu dinlədiyinizi hiss etdirən, onun fikirlərinə hörmət etdiyinizi, maraq göstərdiyinizi hiss etdirən doğru suallar verməklə komanda yoldaşınızı cəsarətləndirə bilirsiniz və onlardan həqiqətən çox yeni fikirlər ala bilərsiniz, innovativ yanaşmalar eşidə bilərsiniz. Əgər siz qarşınızdakı insana öyrənən zehniyyətlə yanaşırsınızsa. Sizin dediyinizdə mənə elə gəldi ki, sanki insan onu öyrəndikdən sonra koç var idarə etmədə. Hər hansı bir qınaqdan öncə özünə dur deyir. Düzdür? Bəli. Və birinci onu düşünmək, tərəziyə qoymaq, ölçmək, biçmək, sonra qərar verir, düzdür? Empatiya qurmağı bacarır. Deyirsən də ən əsas kökdə empatiya qurmağı bacarmaqdır. Bəli, və o insanı yerinə qoyub, ola bilər ki, mühakimə etmədən əvvəl düşünmək lazımdır ki, onu bunu etməyə vadar edən nələrdir? Yəni, qınamadan öncə empatiya qurub, özünü o insanın yerinə qoymağı. Daha yumşaq bir rəhbər görüntüsü gəlir mənim gözümdən. Sanki rasional qərarlardan, radikal qərar verməkdən də çəkindirir rəhbərləri. Qərar vermə də çox doğru məqamdır. Sadəcə qərar vermədə belə bir məqam var ki, siz qərar verərkən nəyə əsaslanaraq qərar verirsiniz? Bir yönlü, bir tərəfli. Bəzən elə insanlar var ki, xüsusilə rəhbər heyətdə deyir ki, mənim çox uzun illərdir təcrübəm var, mən illərdir bu işi görürəm və mən bilirəm bu iş necə olar artıq. Və sadəcə təcrübədən yola çıxaraq müəyyən qərarlar verir. Ancaq koçvari yanaşmada qərar verərkən sadəcə bir aspektdən yanaşmaq deyil, fərqli bucaqlardan yanaşmaq daha doğru qərar verməkdə nəticə verir. Yəni necə? Siz sadəcə öz təcrübənizə əsaslanaraq deyil, digər tərəfdən məntiqinizə əsaslanaraq, müxtəlif analizlərə əsaslanaraq. Çünki təcrübə dünənə aiddir, ancaq analiz, data, məntiq bugünə aiddir. Ki, bunun üçün müxtəlif araşdırmalar var, müxtəlif üsullar var. Hal-hazırda data dövründəyik, yəni inanılmaz şəkildə datalar var. O datalara əsaslanaraq da qərar vermək. Digər tərəfdən intuisiya, bu da çox vacibdir. Müəyyən mənada intuisiyaya əsaslanmaq. Digər tərəfdən müəyyən təcrübələrə əsaslanmaq, fərqli. Kənar şəxs sadəcə öz təcrübəm deyil, digər insanların təcrübələrini əsaslanaraq qərar vermək. Digər tərəfdən yeni fikirlər, innovativ fikirlər, komandadakı gənclər, çünki onlar dünyaya daha fərqli baxırlar, bizim kimi baxmırlar. O gəncləri fikirlərinə əsaslanaraq da qərar verə bilmək. Yəni bütün bu fərqli-fərqli aspektlərdən yola çıxaraq qərar vermə mexanizmini çalışdıran zaman lider də daha effektiv olur və komanda üzvləri də artıq ona güvənməyə başlayırlar, inanmağa başlayır. Çünki görürlər ki, sadəcə öz mövqeyindən deyil, fərqli baxış bucaqlarını da ortaya gətirərək oradan yola çıxaraq qərar verir. O zaman dediyiniz kimi yumşaq lider deyil, əsaslandırılmış lider olursan. Yəni, hər kəs də səni görür ki, sən müəyyən mənada fərqli-fərqli baxış bucaqlarını görüb, dataya və gördüklərini əsaslanaraq verdiyin bir qərar olur. Çox maraqlı bir məqama toxundu Könül xanım. Dedi ki, deyirlər ki, mən çoxdan da işləyirəm, mən təcrübədə belə görmüşəm, bu belə olur. Amma deyək ki, rəhbər düşündü ki, artıq koçvari idarə etməyə keçməyin zamanıdır. Ənənəvi idarə etmədən, o bayaq dediyimiz öz təcrübəsindən gələn idarə etməsindən koçvari idarə etməyə keçiddə hansı problemləri yaşaya bilər, hansı əngəlləri yaşaya bilər, bəs o necə etməlidir ki, bu keçidi daha sürətli və effektiv həyata keçirsin? Bu əngəllərlə çox qarşılaşırıq biz də. Çünki
rəhbərlər düşünür ki, onlarda biraz etibarsızlıq qorxusu yaranır. Düşünür ki, mən işçiyə o sərbəstliyi versəm, hər şey alt-üst olacaqdır. Bunu bacarmayacaqlar. Yəni hər şeyi mən özüm nəzarət eləməliyəm. Amma bayaq da qeyd etdiyim kimi rəhbər özündən başlamalıdır. Könül xanımın da qeyd etdiyi kimi rəhbər özündən başlamalıdır dəyişimi. Rəhbər əgər özü üzərində çalışsa, özünün dinləmə bacarığını, empatiya qurmaq bacarığını inkişaf etdirsə və emosiyalarını düzgün şəkildə idarə etməyi bacarsa, işçilərinə doğru suallar verməyi bacarsa, işçiləri ilə həqiqətən də gözəl münasibəti yaranacaqdır. Burada yumşaq rəhbər deyil, artıq sevilən rəhbər olacaqdır. Mənim təxminən 20 ilə yaxın bir rəhbər belə təcrübəm var deyim, karyeram var və mən düşünürəm ki, mən bugün belə Aytən xanım dediyi kimi rəhbər deyiləm. Çünki biz bunları danışa bilərik. Sözlər çox gözəl görsənir, nəzəriyyə çox yaxşıdır, ancaq bunun tətbiqi məsələsində biz hər birimiz insanıq. Koç da olsaq, yəni illərin təlimçisi də olsaq, hər birimiz insanıq və bu xüsusiyyətlər hər birimizdə var. Müəyyən mənada həmin o emosiyalara biz də qapıla bilirik, o enerji hər bir insana gəlir. Sadəcə burada məsələ nədir? Məsələ odur ki, fərqində olmaq və özünə dur deyə bilmək. Hal-hazırda hansı duyğunu yaşayırsan, hansı hissləri keçirirsən, bunun fərqində ola bilməkdir oradakı məsələ. Dur deyə bilməkdir özünə, yenidən özünə dönüb baxa bilməkdir ki, hal-hazırda mən hansı situasiya içərisindəyəm, necə davranıram, özümə necə davranıram, ətrafımdakılara necə davranıram, bunun fərqində ola bilmək. Yəni, əsas məqam bundan ibarətdir. Yoxsa o demək deyil ki, koçvari yanaşmada olan liderlər ilə güllük gülistanlıqdır, hər zaman təbəssümlüdürlər. Xeyr, elə deyil. Real həyatda heç zaman elə deyil. Çox nadir insanlar elə ola bilər. Onlar da artıq o bilgiyə gəlmiş insanlardır. Ümidvaram ki, bir gün biz də oralara gələrik. Ancaq həqiqətən də nə olur? O ünsiyyət modelində, bəli, biz məsəl üçün bir çox xüsusilə dövlət qurumları olsun, özəl sektor olsun, təlimlərdə getdiyimizdə biz bunu görürük. Bizə deyirlər ki, adətən də təlimlər nə üçünsə orta rəhbər heyətə təlim verilir. Ən üst rəhbər heyət düşünür ki, onların təlimə ehtiyacı yoxdur. Və hər zaman duyduğumuz budur. Yuxarılara da bu təlimləri verin, yuxarılar da bunu eşitsinlər, bilsinlər ki, bu şəkildə idarə etmə modeli var. Çünki alt olsun, orta olsun rəhbər heyət və ya işçi heyətə bu şəkildə təlimlər verdiyimiz zaman onlar deyirlər ki, biz yuxarı ilə o ünsiyyəti qurduğumuz zaman onlar bunları bilmir. Biz onlara öyrənən zehniyyətlə yanaşdığımızda, yəni məsələ sadəcə əməkdaşları idarə etmək deyil, rəhbəri də idarə etmək bir bacarıqdır. Onlar bunu bilmir. Və yaxud da ki, tam tərsinə, rəhbər heyət deyir ki, biz bu təlimi aldıq, ancaq bizim əməkdaşlarımız bunları bilmədiyi üçün, bu yanaşmaları bilmədiyi üçün Aytən xanım dediyi kimi sui-istifadə edə bilirlər, bizi yumşaq lider deyə anlayırlar. Yəni bizim onlara öyrənən zehniyyətlə yanaşdığımızı və yaxud da ki, onlardan yaradıcı fikirlər eşitmək istədiyimizi onları bilmirlər. Həqiqətən bu belə olur. Burada HR-lara tuturuq üzümüzü. Deyirik ki, yəni bu təlim prosesi, öyrənmə prosesi, inkişaf prosesi, transformasiya prosesi bir tərəfli olmamalıdır. 360 dərəcə nəzərə alınmalıdır və hətta məsələ o deyil ki, siz təlimçilər gətirəsiniz, şirkət daxilində başqa təlimlər verəsiniz. Şirkət içində belə təlimçilər yetişdirilə bilər. Daxili təlimçilərlə, yəni bu yanaşmalar aşılana bilər. Çünki koçluq prosesi sağlam cəmiyyətin formalaşması istiqamətində atılan addımlardır. Koçvari yanaşma sadəcə işdə istifadə edib, icra edib, evə onu o işdə qoyub getdiyimiz bir məsələ deyil. O bütün bizim həyatımıza sirayət edir, bütün bizim yanaşmalarımıza sirayət edir. Bütün bizim başdan sona xarakterimizin yenidən formalaşmasına sirayət edir. Həm peşəkar, həm fərdi həyatda. Həm peşəkar, həm fərdi həyatda. Onu və uzun prosesdir, davam edən prosesdir və biznes transformasiyasına da bu yanaşma çox effektiv şəkildə təsir edir. Biznes yanaşmasında siz artıq həmin o yaradıcı fikirlər, yeni fikirlər, işə yeni yanaşma, o daxili motivasiya, bütün bu prosesləri də paralel şəkildə inteqrasiya edirsiniz, gətirirsiniz və sizin biznesiniz də eyni şəkildə inkişafa davam edir. Bəs
Birinci variantda əgər məsələn orta rəhbərlərə koçvari idarə etməklə bağlı təlimlər keçirilib. Amma yuxarı rəhbərlər siz dediyiniz kimi bunu istəmir ki, bizə lazım deyil. Onda orta rəhbərlərdə o çətinlik yaratmırmı ki, o həmin idarə etməklə, o yanaşma ilə yanaşsınlar? Əgər yuxarı rəhbərin onu anlamayacaqsa? Əlbəttə ki, yaradacaqdır. Hər şey başdan başlayır. Yəni başda lap başda olan rəhbərlərdən başlayır, orta rəhbər, işçi, hamısı bu idarə etmə sisteminə keçməlidir və addım-addım keçmək lazımdır. Problemlər yaranmasın deyə birinci rəhbərlik özü başlamalıdır. Yəni orta rəhbərlik başlasa, orta rəhbərliklə burada işçini bu idarə etmə sisteminə keçirdə bilməyəcək tam olaraq, nə də lap üst rəhbərliyi yəni bu sistemi öyrəşdirə bilməyəcək. Ona görə tam bütün kollektiv şəkildə yəni bu idarə etmə sisteminə keçirilməlidir. Amma biraz çaşqınlıq yaranmasın deyə işçilərin arasında, rəhbərlərin özlərinin düşüncələrində biraz çaşqınlıq yaranmasın deyə addım-addım keçmək daha yaxşı olar. Yəni rəhbərlər yavaş-yavaş bu idarə etmə sisteminə keçsələr, sözsüz ki, daha uğurlu olarlar. Yəni lap başdan başlanırsa. Bəli. Əlavəniz var idi ki? Yəni koçvari idarə etmə deyəndə ümumiyyətlə nəyi nəzərdə tuturuq, bir daha onun üzərindən keçək. Düşünürəm ki, çünki biraz şey yarada bilər ki, xüsusilə yüksək rəhbərlər deyəcəklər ki, biz nə etmirik ki və ya nəyi daha doğru, daha fərqli edə bilərik ki, burada məsələ ilk növbədə effektiv dinləmədən gedir. Effektiv dinləmə dediyimiz zaman nəyi nəzərdə tuturuq? Sadəcə qulaqlarla eşitmək deyil, dinləmək deyil. Qulaq eşitmək üçündür. Dinləmək başqa bir bacarıqdır, başqa qabiliyyətdir. Göz təması ilə, ürəyinizlə, zehninizlə, bütün ruh halınızla burada mən sizi dinləyirəm. Həqiqətən o enerjini ötürə bilmək. Çünki çox zaman nə olur? Təbii ki, gündəlik iş həyatının içərisində o qədər əməliyyat prosesinin içərisində o qədər itib batırıq ki, bəzən işçi qapıdan içəri girir, bir şey anlatacaq, biz sönüb ona baxmırıq da. Sən danış, qulağın səndədir deyirik, amma özümüz telefonda ya bilgisayarda və yaxud fərqli məşğuliyyətdə hansısa bir sənədlərin içərisində sənəd imzalayarkən qulağım səndədir demək, bu dinləmək deyil. Dinləmək, hər şeyi kənara qoyub, buyur səni dinləyirəm deyə bilməkdir. Nə olur? Hər zaman vaxtınız olmaya bilər. Əlbəttə ki, hər birimiz biraz əvvəl dediyimiz kimi danışmaq asandır, icra etmək. O anda mən səni dinləyə bilməyəcəm deyə bilmək. Bu anda mən səni dinləyə bilmirəm, sənə filan zamanda 5 dəqiqə vaxt ayıra bilərəm deyə bilmək. Bu da bir koçvari yanaşmadır. Çünki bəzən eşidirəm de, sonra da zehnimiz tam orada olmadığına görə yarımçıq bir yönləndirmə və yaxud da ki, işimiz sürətli getsin deyə birbaşa orada qərarı verib göndərmə, delegasiya etməmə, fikrini dinləməmə, onun fikrini almama. Bəzən ən çox işçilər rəhbərin yanına nə üçün gəlir? Problem üçün, problemin həlli üçün. Onlar qapını döyüb içəri girdiyi zaman, problemi gətirdiyimiz zaman biz birbaşa həllini verib yola salmağımız bu koçvari yanaşma deyil. Koçvari yanaşma problemin həllini ondan dinləmək. Okey, problemi dinlədim. Həlli üçün sənin təklifin nədir? Sənin baxışın nədir? Və mən öz təcrübəmdən bilirəm ki, bəli, ilk zamanlarda çətinlik çəkirlər, qarşı tərəfdə çətinlik çəkir ki, bəs sən onda niyə orada oturmusan, niyə rəhbərsən, əgər həlli mən deyəcəyəmsə, yanaşması da olur, açıq. O zaman ancaq bunu davamlı şəkildə etdiyiniz zaman, stabil və davamlı şəkildə etdiyi zaman rəhbər bu yanaşmanı artıq qarşı tərəfə də maraqlı gəlir. Çünki o da görür ki, onun da töhfəsi var, onun da fikirləri dinlənir. Hətta yəni o beyni çalışdırır, neyronları çalışdırır, yeni sinapslar yaranır. Daha maraqlı olur və o interaktiv əməkdaşlıq qarşı tərəfindən maraqlı olur, sizin də üzərinizdən rəhbər olaraq müəyyən bir yükü qaldırır. Çünki növbəti dəfə o artıq o problemlərlə sizin qapınıza gəlmir. Çünki onda artıq problem həll etmə bacarığı formalaşır yavaş-yavaş. Ancaq siz elə bütün məsələlərin həllini zaman qazanmaq üçün, zaman itirməmək üçün və ya sürətli prosesləri idarə etmək üçün direkt həlli verirsinizsə əməkdaşa, o zaman bir müddət sonra yəni siz də yorulursunuz rəhbər olaraq, siz də artıq belə deyək, enerjinizi itirirsiniz, qarşı tərəfə də belə çalışmaq maraqlı olmur və artıq başlayır yeni bir yerlər axtarmağa. Halbuki həyəcan və əyləncə hər yerdə var.
Könül xanımın sözünə qüvvət olaraq onu demək istəyirəm ki, əvvəl işçilər o qədər öyrəşiblər ki, ənənəvi idarə etməyəni, yəni rəhbər göstəriş verir, işçi bunu icra edir. Amma koçvari idarə etməyə keçdikdə biraz çaşqınlıq yaşaya bilirlər. Amma zamanla özlərini analiz etdikləri zaman, özlərinə dəyərləndirdikləri zaman özlərini, həqiqətən də onların inkişafı, yəni gözlə görünən olur. Təşəbbüskarlıqları artır işçilərin. İşçilər artıq rəhbərlik tərəfindən dəyər gördüyünü, onların fikirlərinə qiymət verildiyini gördüyü zaman da öz güvənləri artır. Sözsüz ki, bu da onların işlərinə təsir edir. Bəs ümumiyyətlə bu cür yanaşma, koçvari idarə etmə deyirik. İdarəetmənin hansı sahələrində daha yaxşı nəticələr verir? Məsələn, deyək ki, satışda və yaxud insan resurslarının idarə edilməsində və s. HR-dan başlaya bilərəm. Məsəl üçün HR-ın işçi ilə münasibəti daha çox güvən əsasında qurulur. Sırf koçvari idarə etmə də bu mühiti yaradır. Yəni ikisinin arasında olan o münasibəti daha da möhkəmləndirir. Məsəl üçün burada ənənəvi idarə etmədə HR deyək ki, işçiyə deyir bu niyə belə oldu? Amma koçvari idarə etmədə deyir ki, gələn dəfə hansı fərqli addımları ata bilərik. Yəni bu iki sual arasında çox böyük fərq var. Birinci sualda sanki qarşı tərəf işçi biraz ittiham olunur, ondan biraz izahat gözlənilir, işçi özünü narahat hiss edə bilər. Amma koçvari yanaşmada sualı verəndə ki, daha fərqli nə edə bilərik, artıq burada edə bilərik sözü kifayət edir. İşçi görür ki, HR onun yanındadır, birlik var və sözsüz ki, orada münasibət daha da möhkəmlənir. IT işçilərinə gəldikdə isə, IT sahəsində çalışan insanlar ümumiyyətlə çox sərbəstliyi sevən insanlar olur, yaradıcı insanlar olurlar. Onları sıxmaq, yəni düzgün deyil. Ənənəvi idarə etmədə deyilir ki, sən bunu etməlisən, göstəriş verir və gözləyir ki, işçi icra etsin. Ancaq bu bir proqramçının motivasiyasını aşağı sala bilər. Onun əvəzinə soruşa bilər ki, bu problemin həlli yolunu nədə görürsən? O daha effektiv olar. Satış sahəsinə gəldikdə də, satışda əsasən rəqabətə və nəticəyə daha çox fokuslanılır. Ancaq burada satıcının özünə də fokuslanmaq lazımdır. Satıcının özünü nə dərəcədə inkişaf etdirdiyinə baxmaq lazımdır. Satıcının müştəri ilə münasibətinin keyfiyyətinə baxmaq lazımdır. Və satıcıya niyə az satış etdin demək əvəzinə koçvari idarə etmə belə bir təklif edir ki, satıcıya deyəsən ki, bugünkü görüşümüzdən nə əldə etdin? Növbəti addımın nə olacaq da? Artıq o zaman satıcı da özündə olan o qüsurları, səhvləri görür, onları düzəltməyə çalışır, özünü inkişaf etdirməyə çalışır. Könül xanım, hansısa bir misal var sizdə? Misaldan əlavə bunu qeyd edeyim ki, əslində funksiyadan bağımlı olaraq, biraz əvvəl də başında da biz dedik ki, koçvari yanaşma əslində hər hansı bir funksiyadan bağımsız olaraq insanın bütün həyatını əhatə edən məsələdir və sizin həm şəxsi, həm belə deyək, peşəkar həyatınızın bir parçasıdır. Orada funksiyadan asılı olmayaraq ki, satışdasan, marketinqdəsən, istehsalatdasan, fərq etmir, yəni hansı sahədəsən, koçvari yanaşma hər bir sahədə öz töhfəsini verir. İlk növbədə bunu demək istəyirəm. Digər tərəfdən məsələ burasındadır ki, yəni biz effektiv dinləmədən danışdıq. Bunun paralelində effektiv dinləmənin içərisində güclü suallar da var. Çünki siz qarşı tərəfdəki insanı dinləyirsinizsə, effektiv dinləyirsinizsə, o zaman sizdə doğru suallar yaranır, hazır suallar deyil. O doğru sualları verdiyiniz zaman mövzunun içərisindən burada və aynalama çox vacibdir ki, siz qarşı tərəfdən dinlədiyinizi ona göstərmək üçün o aynalamanı verməyiniz lazımdır. Yəni siz nə deyirsinizsə, mən onu təkrar edirəm. Elvira xanım, bunu mu nəzərdə tutursunuz deyirəm. Qarşı tərəf o zaman görür ki, siz həqiqətən onu effektivdir. Empatiya biraz əvvəl dediyi kimi duyğusal zekanın inkişafı çox vacibdir. Biraz belə çərçivədən kənara çıxmaq istəyirəm. Haşiyədən kənara çıxmaq istəyirəm. Emosional zəka dediyimizdə hər kəs düşünür ki, bu nədir və necə inkişaf etdirilə bilər? Sanki belə dərin bir belə bir elm kimi, bir sahə kimi görünür. Halbuki çox gözəl insana baxmaq, gözəl təsvirə baxmaq, gözəl musiqi dinləmək,
teatrlara getmək, muzeylərə getmək, heç olmasa yəni belə həyatımızın həftəmi, ayımı, hər bir insanın fərdi xüsusiyyəti müəyyən bir zaman ayırmaq sənətə, incə sənətə. Bu belə bizim emosional zəkamızı inkişaf etdirən əsas məsələlərdən biridir. O zaman bizim yeni yaradıcı baxış açımız, beynimiz, sağ beynimiz işləməyə başlayır. O rasional beyindən biraz daha belə yaradıcı beyinə balans formalaşır. Bu da koçvari idarə etmə prosesində emosional zəkanın rolu olaraq bizi daha fərqli bir müstəviyə gətirib çıxarır. Bunlar çox vacibdir. Misal olaraq dediyinizdə hal-hazırda bir misal xatırlamıram, ancaq bunu deyə bilərəm ki, mənim komanda yoldaşlarımla yanaşmamda, mənim daha əvvəl çalışdığım şirkətdə mən 2019-cu ildə ilk dəfə koçluq təlimi almışam və 2019-cu ildən etibarən komanda yoldaşlarıma artıq deyirdim ki, bir şeylərin dəyişməsi lazımdır. Ya mən dəyişəcəm, ya siz dəyişəcəksiniz, ya şirkət dəyişəcək, bir şeylər dəyişməlidir və həqiqətən də ətrafımdakı insanlara deyirdim ki, biraz fərqli baxın məsələlərə, fərqli düşünün. Biraz, hətta onlar belə gülürdülər də, belə zarafatla yanaşırdılar ki, Kön xanım yenə deyəcək ki, biraz fərqli baxın məsələlərə. Həqiqətən də fərqli baxış bucağı gətirir, yəni çox fərqli bir baxış bucağı gətirir. Çünki sən artıq çərçivələrin içindən çıxırsan. Deyirsən ki, yox, biz hətta 2017-ci ildə bizim daha əvvəl işlədiyim şirkətdə komanda koçluğu təlimi almışdıq. Bütün rəhbər heyəti olaraq, üst rəhbər heyəti olaraq bu arada hər biri 26 nəfər var idi üst rəhbər heyət və hər birimiz 3 modulda komanda koçluğu təlimi, bəlkə də Azərbaycanda ilklərdən idi ki, bu komanda koçluğu təlimini alırdı hər hansı bir şirkət öz rəhbər heyətinə, üst rəhbər heyətinə. Çox effektiv idi və mən oradan dönüb qayıtdıqdan sonra, o təlimdən qayıtdıqdan sonra öz komandamı toplayırdım və orada öyrəndiklərimi o komandaya tətbiq edirdim. İl təzə-təzə belə maraqla qarşılayırdılar. Bəzən belə skeptik yanaşırdılar ki, Kön xanım nə edir, nə etməyə çalışır. Ancaq bir müddət sonra artıq onlar da alışdılar. Hətta mənim komanda yoldaşlarımdan biri də koçluq təlimi, yəni koçluq aldı, koçluq təlimi aldı, həyəcanlandı. Komanda yoldaşı idi rəhbər şəxs, yoxsa əməkdaşlarınız? Mənim əməkdaşım idi. Çünki o da bir maraqlıdır ki, əməkdaşlar bu dəyişimi necə qəbul edirlər? Çünki bəzən onlara əgər bu koçvari idarə etmədə bir sərbəstlik verilirsə, artıq özləri qərar verirsə, bu biraz riskli də ola bilər. Bəzən ambisiya yarana bilər əməkdaşda, artıq özü qərar verir, özü addımlar atır. Bunu necə idarə etmək olar? Mən hətta belə bir nümunə, bax indi yadıma gəldi, belə bir nümunə gətirim. Biz çox funksiyalı bir komandanı idarə edirdim. Mənim rəhbərliyimdə həm planlama, logistika var idi, həm marketinq var idi, ticari satış marketinq var idi. Yəni belə fərqli qollar var idi. Və biz məsəl üçün logistika və ya planlama şöbəsi ilə toplantı iclas etdiyimiz zaman mən satışdan məsul şəxsi də dəvət eləyirdim həmin o toplantıya. Dedim, gəl, marketinqi də dəvət eləyirdim və o satışdan məsul olan yoldaş hər zaman arxada deyirmiş ki, Kön xanım məni bu toplantılara niyə dəvət eləyir? Yəni istehsalat, istehsal, qablaşdırma, planlama, logistika mövzularından mənimlə yəni əlaqəm var da, mən satış adamıyam, gedim satışımı eləyim deyirdi məsələn. Daha sonralar o anladı ki, əslində zəncirin bütün halqalarının, prosesin başdan sona öyrənmək, görmək, hakim olmaq, fərqində olmaq, onda satış mərhələsində belə yeni fikirlər yaratmağa təşviq edir, sövq edir. Və o fərqli bir yanaşma idi ki, biz bütün qolları bir yerə toplayırdıq. Hər birimiz birlikdə tutaq ki, bir istehsalat problemini müzakirə edirdik. O müzakirələrdə sahədən gələn fikirlər də dəstək olurdu və yaxud da ki, marketinqin fərqli bir fikirləri olurdu. Çox effektiv və fərqli bir yanaşma formalaşırdı. Aytən xanım, sizdə necə olub? Təcrübədə ümumiyyətlə belə bir proseslə rastlaşmısınız ki, koçvari idarə etmədə əməkdaş hər hansı bir sərbəstlik qazanıb, bir ambisiya formalaşıb? Ümumiyyətlə, necə qarşılamısınız bunun, əməkdaşların mənimsəməsi necə olub sizin təcrübədə? Bəli, mənim də həm öz şəxsi təcrübəmdə, həm təlim keçdiyim, yəni öz iş həyatımda həm təlim keçdiyim şirkətlərdə olsun, əvvəl işçilər arasında da, rəhbərlik arasında da biraz yəni bu çaşqınlıq yaradıbdır. Necə keçəcək bu idarə etmə sisteminə deyə düşünüblər. Ancaq mən həmişə demişəm ki, rəhbər Könül xanımın sözünə də qüvvət olaraq bayaq dediyi kimi, koçvari rəhbər
işçini də, komandanı gücləndirməyi sevir. Çünki onlar bir bütöv olduğu halda daha güclüdürlər. Sadəcə özünü inkişaf etdirmək yox, o gücü sadəcə məndə olsun demir, bütün komandaya paylayır ki, komanda olaraq güclü bir şəkildə çalışsınlar və artıq burada işçilərin də məsuliyyəti artır. Görürlər ki, rəhbər onlara dəyər verir, işçinin də məsuliyyəti artır, daha çox çalışmağa başlayır, daha verimli olur və şirkətlərdə də özüm verdiyim təlimlərdə də həqiqətən çox gözəl geri bildirimlər almışam. Əvvəl çaşqınlıq olsa da biraz bunu qəbul etmək istəməsələr də rəhbərlər, amma zamanla çox gözəl geri bildirimlər almışam ki, həqiqətən də biz siz dediyiniz kimi addım-addım, yəni bu idarəetməni tətbiq etdik və uğur qazandıq. Yəni Azərbaycanda bu idarəetməni tətbiq edən şirkətlər var artıq. Bəli, ən çox bankçılıq, təlim yönümlü şirkətlər, korporativ şirkətlər maraq göstərir Koçvari idarəetməyə. Düzdür, yerli bir iş mədəniyyəti var ki, hansı ki rəhbər bilir, işçi icra edir. Ondan uzaqlaşmağa biraz çətinlik çəkirlər, amma çox sevindirici bir haldır ki, yeni nəsil gənc rəhbərlər çox tez mənimsəyirlər. Ümumiyyətlə Azərbaycanın gənc, dinamik iş qüvvəsi bu idarəetmə növünü təsdiqləyirlər, bəyənirlər. Gül xanım, Aytan xanım vurğuladı ki, iş mədəniyyəti var, yerli bir iş mədəniyyəti. Koçvari idarəetmə bu iş mədəniyyətinə təsir edir? Yoxsa ümumiyyətlə həm də bir qurumun davamlı inkişafı üçün hər hansı bir potensial yaradırmı? Təbii ki, kəsinliklə hər zaman potensial yaradır. Çünki Koçvari yanaşmanın zaten təməlində var ki, potensialı kəşf et və performansa çevir. Hətta belə bir düstur var ki, P bərabərdir, P çıxılsın P. Performans bərabərdir potensial, çıxılsın parazitlər. Parazitlər də bizim daxilimizdə olan o neqativ məqamlar, ünsürlərdir, hansı ki, onların içərisində biraz əvvəl danışdığım mühakimə edən zehniyyət var, tənbəllik var, bizim inkişafa açıq olan digər cəhətlərimiz, tərəflərimiz var. Bunların fərqində olub, bunları təmizlədiyimiz zaman bizim potensialımız birbaşa performansımıza bərabər olur. Bu Koçvari yanaşmanın əsas prinsiplərindən biridir. Ənənəvi idarəetmə mərhələsində gəldiyimizdə Koçvari yanaşmanın iki daha digər belə deyək addımı var ki, bunlardan biri təqdir etmə mədəniyyəti, ikincisi isə geri bildirim vermə, feedback vermə mədəniyyətidir. Təqdir etmə mədəniyyətini biz çox zaman təriflə qarışdırırıq. Əslində tərif deyil. Çünki təqdir müəyyən mənada müəyyən şeylərə əsaslanaraq verilən bir belə deyək münasibət göstərməkdir əməkdaşa və ya əməkdaşın gördüyü hər hansı bir işə. Tərif isə bəzən belə deyək də pafoslu olur. Motivasiya vermək üçündür, yoxsa? Biraz motivasiya vermək üçün, amma altı doldurularaq motivasiya verdiyiniz zaman, yəni təqdir etdiyiniz zaman siz bugün çox gözəlsiniz deyə bilərəm mən sizə. Çünki bugün həqiqətən də baxımlısınız, gözəlsiniz. Amma yatağınızdan durub birbaşa işə gəldiyiniz zaman, qapıdan içəri girəndə mən çox gözəlsiniz Ebrə xanım dediyim zaman siz özünüzə düşünərsiniz ki, yəni məni yalandan deyil və yaxud da ki, səmimi deyil. Məqsədlidir. Yəni çünki ümumiyyətlə ən başda bunu da demək lazımdır ki, Koçvari yanaşmada ümumiyyətlə bütün koçluq prosesində əsas tələb olunan məsələ səmimiyyət və güvən mühitinin yaranmasıdır. Əgər qarşı tərəfin istər rəhbər olsun, istər sizinlə koçluq edən bir koç olsun, istər təlimçi olsun, sizinlə səmimi olmadığını görsəniz və ya ona etibar edə bilməsəniz ki, zaten səmimi olmadığını gördüyünüz zaman etibar etmirsiniz. Bunlar bir-birini yəni, öldürür və artıq siz Koçvari heç bir nə yanaşmadan, nə idarəetmədən və heç bir ünsiyyətdən söz edə bilməzsiniz. İlk növbədə o mühiti yaratmaq lazımdır komanda yoldaşlarınızla və ya əhatənizdəki sizin səmimiyyətinizə və sizə etibar edilə biləcəyinizə güvənsin, yəni insanlar ona inansınlar. Digər tərəfdən təqdir etdiyiniz zaman əməkdaşları nəyəsə əsaslanaraq, onun güclü tərəflərini önə çıxararaq, güclü tərəflərinin fərqində olaraq, tutaq ki, sizə bir hesabat gətirdi, bir nümunə olaraq deyim, sizə bir hesabat gətirdi və siz hesabata baxdınız, çox gözəl olub deyib kənara qoymaq bir başqadır. Sənin çox gözəl analiz etmə qabiliyyətin var. Bu analiz etmə qabiliyyətinə əsaslanaraq hazırladığın hesabat çox faydalıdır demək daha fərqli bir yanaşmadır. Sağ ol, əlinə sağlıq, afərin demək isə
sadəcə altı doldurulmamış belə bir ümumi ifadələrdir. Yəni həmin əməkdaşınızın güclü tərəflərinə əsaslanaraq verdiyiniz belə deyək təqdir, etdiyiniz təqdir o zaman daha effektiv olur. Yenə yanaşı belə ənənəvi idarəetməyə gəldiyimizdə feedback mədəniyyəti. Biz bəzən geri bildirim verməyə çalışırıq. Ümumiyyətlə bizim cəmiyyətimiz belə deyək, bu toplum olaraq, sadəcə Azərbaycan üçün keçərli deyil, yəni bu şərq toplum olaraq biz bəzən belə yaxşı sözlər eşitməyi sevirik. Bəli. Ancaq biraz belə neqativ bir şeylər eşitməyə alışıq deyilik. Yəni heç kim yəni deməli daha tez motivasiya oluruq və daha tez demotivasiya oluruq. Təbii ki, bu çox normaldır. Yəni heç kim evdə bu yemək duzludur dediyimiz anda çox ləzzətli, çox gözəldir, amma biraz duzludur dediyimiz anda o ləzzətlidir, dadlıdır, qoyuluq bir qara, ilişirik qarı duzlu, mənim yeməyimi duzlu dedin tərəfində təbii ki başlayırıq. Mən səhərdən yemək hazırlayıram, uşaqlara baxıram və s. və s. mənim yeməyimi sən duzlu dedin. Eyni məsələ, eyni proses əməkdaşlar üçün də, idarəetmə üçün də keçərlidir. Rəhbər hər hansı bir inkişafa açıq tərəfi görüb, hiss edib, onunla bağlı bir feedback verdiyi zaman, geri bildirim verdiyi zaman əməkdaş birbaşa motivasiyadan düşür və s. Bu çox çətin prosesdir, həqiqətən çətin prosesdir, o qədər asan deyil. Sən o nöqsanları da demək məcburiyyətindəsən əməkdaşa, bəzən bunu sərt şəkildə də deyə bilirsən, çünki gedən bir proses var, gedən bir əməliyyatlar prosesi var, bir biznes gedir və o biznes proseslərinin içərisində hər hansı bir dalğalanmalar təbii ki, ümumi işə də təsir edə bilər, sizin karyeranıza belə təsir edə bilər bir rəhbər olaraq. Ona görə əlbəttə ki, siz orada bəzən sərt şəkildə də geri bildirim verə bilirsiniz. Ancaq koçvari yanaşma biraz bunu daha fərqli edərək təqdir prosesini də işin içərisinə alaraq sənin bu güclü tərəflərin var, belə qabiliyyətlərin var, bacarıqların var, ancaq bu tərəfləri də inkişaf elətdirmən lazımdır, təkmilləşdirmən lazımdır deyə bilmək və mütləq şəkildə buradakı qayda həmin anda və o məsələ ilə əlaqədar geri bildirim vermək, ümumiləşdirmək deyil. Yəni sən ümumiyyətlə belə diqqətsizsən demək deyil. Bu anda, bu işdə, bu prosesdə diqqətsiz davrandın demək daha effektiv olur. Siz çox maraqlı bir düstur dediniz. P bərabərdir, P çıxılsın P. Aha, o potensial bərabərdir performans, düzdür? Daxilində sonsuz potensial var. Yəni o potensialı kəşf etməyə bacarmaq lazımdır ki, o potensial performansa keçsin. Ancaq o performansa niyə keçmir insanlarda genəldə? Çünki onların müəyyən bir mənada inkişafa açıq tərəfləri var. Biz zəif tərəflər demirik, zəif cəhətlər demirik, inkişafa açıq cəhətlər deyirik. Çünki inanırıq ki, hər bir insan fərqində olsa, daxilindəki o zəif tərəflərin fərqində olsa, onların inkişaf etdirmə potensialına malikdir hər bir insan. Ona görə deyirik ki, P bərabərdir, P çıxılsın P, potensialınızı performansa çevirmək üçün o parazitlərin fərqində olun. Nədirsə o parazitlər? O parazitləri həll etdikdən, onları kənarlaşdırdıqdan sonra siz bütün potensialınızla performansınızı ortaya qoya bilərsiniz. Aytan xanım, bəs sizcə koçvari idarəetmənin bu performans qiymətləndirməsinə təsiri necədir? Ümumiyyətlə, əməkdaşlara bu prosesdə necə şəffaf yanaşmaq olar? Qiymətləndirmə ilə bağlı nəzərdə tuturam. Rəhbərlik işçini qiymətləndirmədən öncə mən həmişə bunu təlimlərimdə də deyirəm ki, işçisini tanımalıdır rəhbər. İşçinin ünsiyyət qabiliyyətini bilməlidir, ünsiyyət bacarığını bilməlidir ki, bu işçi ilə nə cür ünsiyyət qurum mən, onu motivasiya edən şeylər nədir? Burada qiymətləndirərkən işçi var ki, onu sadəcə bir söz kifayət edir ki, deyəsən ki, sən bu işi çox gözəl bacardın. İşçi var maddi mükafatlandırma gözləyir, işçi var təqdir gözləyir, hər kəsin içində onu təqdir eləsinlər, deyir məni təklikdə yox, hamının içində təqdir edin. İşçi var deyir mənim üçün yəni təqdir odur ki, təlim keçirdəsiniz, məni belə mükafatlandırasınız. Ona görə biz yəni rəhbərlərlə də danışarkən deyirik ki, işçinizi tanımağa çalışın. İşçilərinizi tanısanız, onların xarakterinə uyğun, onların yəni hansı təqdir növü onların motivasiyasını yüksəldəcəkdirsə, ona uyğun da hərəkət edin. Bayaq biz suallar üzərində danışırıq. Məndə belə bir his formalaşdı ki, mən əgər ənənəvi təcrübəmə əsaslanaraq idarə edirəmsə, koçvari idarə etməyə keçiddə ya yeni komandaya getməliyəm,
Ya da ki bu komandaya özümü qəbul elətdirməyin bir yolunu fikirləşməliyim. Çünki komanda deyəcək ki, nə oldu? Bu dünənə qədər başqa bir idarəçi idi, indi başqa bir idarəçi olub. Siz necə keçid etdiniz? Özünüzdə nələri hiss etdiniz? Hansı inkişafı yaşadınız? Sizə necə təsir etdi ümumiyyətlə coach və idarə etməyə keçid? Elvira xanım, bizim bir təlimçimiz var idi, hocamız var idi, Əhməd bəy. Əhməd bəy deyirdi ki, koçluğa gələn ya eşini dəyişir, ya işini dəyişir. Yəqin mənim də yavaşam elə oldu. Çünki bu belə həqiqətən çox uzun bir proses, dəyişim prosesinin içərisinə girirsiniz siz zaten. Mən biraz əvvəl dedim ki, 2019-cu ildə mən ilk koçluğa gəldim və çalışdığım şirkətdə artıq 20 ilə yaxın idi ki, işləyirdi və 2021-ci ildə mən o şirkətdən ayrıldım. Təbii ki, bu koçluğun gətirdiyi bir daxili o motivasiya və daxili bir cəsarət də var idi. Çünki həqiqətən də yəni çox çətin bir prosesdir. 20 il çalışdığım bir şirkətdə, bir ailə kimi olduğum bir şirkətdən ayrılmaq bir cəsarət tələb edirdi və rəhbər vəzifədə. Amma mən o illər ərzində komanda yoldaşlarıma da bu koçvari yanaşmanı həqiqətən ciddi şəkildə belə deyim ki, təcrübədən keçirtdim ki, bu yanaşma ilə idarə etmə mümkündür. Bu zaman komanda həqiqətən effektiv ola bilir. Hətta belə deyirdilər ki, insan resurslarından da deyirdilər ki, Konxam, digər şöbələrdəki əməkdaşlar sizin komandada işləmək istəyiblər. Müraciət edirlər ki, biz də o komandada işləmək istəyirik. Çünki hər zaman belə pozitiv bir ruh var, yaradıcı bir enerji var. Əslində düz deyirlər. Həmişə sanki coachları idarə edənlər, ümumiyyətlə coachların sifətində həmişə çox pozitiv bir emosiya olur, bir mimika olur ki, onlara baxanda insanın ürəyi açılır. Çünki ilk növbədən hardan gəlir o? Elvira xanım, daxili fərqindəlik və barışmaq ilə. Yəni siz bir insan olaraq daxili o mübarizəni həll etmiş olursunuz. Çünki öz günahlandırma, özünün o inkişafa açıq tərəflərinə ilişib qalma. Bəli, bəzən elə olur ki, müəyyən xüsusiyyətlər var ki, mənim də fərqində oluram ki, məndə bu xüsusiyyət var, bu yaxşı bir xüsusiyyət deyil. Düzəltməyə çalışıram, düzəlmir insanlıqda. Deyirəm ki, okey, mən də beləyəm, ola bilər, yəni burada yəni dünyanın sonu deyil, bu da belə olsun. Yəni hər şey dörd dörtlük, güllük gülistanlıq olmaq zorunda deyil. Yəni mən də bir insanam, mənim də qaranlıq tərəflərim, işıqlı tərəflərim ola bilər. Bunu qəbul etmək, bundan barışıq olmaq, bununla yaşaya bilmək, bununla yoluna davam edə bilmək, zaten bu gətirir sənə o rahatlığı, o huzuru, daxili huzuru və sən onunla davam edirsən həyatına və ətrafınla münasibətlərində də sən onun fərqində olursan. Hansı məsələlər sənə necə təsir edir, nələrdən xoşlanırsan, nələrdən qıcıqlanırsan, nə səni əsəbləşdirə bilər, o əsəbləşdirən məqamları bildiyin zaman və ya səni özündən çıxaran məqamları bildiyin zaman oralardan uzaq durmağa çalışırsan, o ünsiyyətdən çəkinirsən. Yəni artıq özünü daxili idarə etməni yaxşı şəkildə həyata keçirə bildiyin zaman artıq ətrafla da ünsiyyətin və münasibətin ona uyğun tənzimlənir. Və Sakin xanım, siz də coach və idarə etmə sahəsində keçiddə hansı dəyişiklikləri hiss etdiniz? Onu necə ölçdünüz ümumiyyətlə öz inkişafınız? Öz inkişafımda mən ümumiyyətlə həyatımı daha çox balanslaşdırmağı öyrəndim. Həqiqətən də insan özünü analiz etməyi öyrənir ilk növbədə. Özünün inkişaf etməyə açıq olan tərəflərini Könül xanım da dediyi kimi onu düzəltməyə çalışır. Ancaq bəzən düzəlməyəndə də insanın əsas xoşbəxtçiliyi odur ki, özünü olduğu kimi qəbul etməyi bacarsın. Heç kim ideal ola bilməz. Biz coachlarda ideal ola bilmərik. Hər bir o zəif tərəflərimizi mütləq şəkildə inkişaf etdirməliyik deyə bir qanun yoxdur. Əsas işimizi, peşəmizi düzgün şəkildə yerinə yetirməkdir. Və mən öz həyatımda dəyişikliklər etdikdən sonra çox yəni sevindirici bir haldır ki, insanların həyatına da gözəl toxunuşlar etməyi bacardım. Həqiqətən, yəni coach olmaq mənim üçün qürur verici bir peşədir. Çünki həm öz həyatımda, şəxsi həyatımda, həm iş həyatımda dəyişikliklər etməyə başladım. Həm insanların həyatında o gözəl toxunuşları etməyə bacardım və bu da çox qürur verici bir şeydir məncə. Və həmişə deyirəm, kaş daha əvvəllər alsaydım bu təlimi.
Bu sahədə ümumiyyətlə rəhbərlərə, liderlərə hansı tövsiyələriniz var? Nəyi seçib 3 addım deyə bilərsiniz ki, onlar Koçvari idarəetmədə uğurlu olsunlar? İlk növbədə mən deyərdim ki, öz idarə etmə stillərini bir gözdən keçirsinlər. Hansı idarə etmə stili onlarda və bu onlara nə kimi mənfi və müsbət təsirlər edir, onu bir analiz etsinlər. Sonra bu idarə etmə sisteminə keçmək istəyirlərsə, mütləq kiçik-kiçik addımlarla başlasınlar. Məsəl üçün, öz işçilərinə Koçvari ucu açıq suallar verməyə başlasın, onlara inkişaf etdirici suallar verməyə başlasınlar, işçilərini dinləsinlər mütləq və ən sonda onu deyərdim ki, yəni dinləmək, ən böyük liderlər dinləyən insanlardılar. Dinləmək bacarıqlarını inkişaf etdirsinlər. Çox sağ olun. İnsanlar həqiqətən də elə bir yəni zəmanədə yaşayırıq ki, hamı məsləhət verir, hamı danışır, amma insanlar dinlənilmək istəyir. Hətta bəzən görürsən ki, fərdi seanslara qatılırlar və sadəcə danışırlar. Deyir, mən danışmaq istəyirəm, ona görə qatılmışam. Çünki baxırsan ki, həyatda o insanı dinləyən insanlar yoxdur. Ona görə mən həmişə hamıya deyirəm ki, dinləmək bacarığınız ki, bu mənim özümdə də koçluq təlimini aldıqdan sonra daha çox inkişaf elətdirmişəm bu tərəfimi. Birinci dərsdə müəlliməmiz bizə dedi ki, koç olmaq istəyirsinizsə dinləməyi bacarmalısınız. Çünki insanlar dinlənilmək istəyir. Göyün xanım, sizin tövsiyələrinizi eşitmək istərdim. Bir də 3 addımı mütləq var olur. Düzdür, siz deyirsiniz ki, mən malı məni deməyəcəm, amma... Ümumiyyətlə, belə bir şey deyim, koçlar tövsiyə edə bilməz. Yəni, koçlar koçluq prosesi daxilində təbii ki, tövsiyə vermir, konsultasiya vermir, yəni bunu da deyək. Çünki koçlar öz təcrübələrini prosesin içərisinə gətirməməlidirlər. Biraz əvvəl danışdıq, qarşı tərəfi dinləməlidirlər, hər problemi onlar özləri həll etməlidir qarşı tərəf. Bu bir tərəfdən. Digər tərəfdən liderlik məsələsinə baxdığımızda, yəni koçvari yanaşma dediyiniz zaman sadəcə bir tərzdə liderlik bacarığı demək deyil, qabiliyyəti demək deyil. Koçvari yanaşmanın özündə belə fərqli liderlik tərzləri var. Öyrətmən liderlik tərzi var, savaşçı liderlik tərzi var. Fərqli-fərqli liderlik tərzləri var və ilk növbədə siz o hansı lider tərzindəsinizsə onu kəşf edin. Bizim hər birimizin daxilində hər birisinin müəyyən mənada var. Sadəcə situativ olaraq fərqli situasiyalarda fərqli liderlik qabiliyyətlərimiz ön plana çıxır. İlk növbədə bu rəhbər şəxslərdən bunu xahiş edərdim ki, öz liderlik tərzlərini kəşf etsinlər. Hakim dediyi kimi. Bilsinlər ki, onların tərzi nədir, daha çox hansı tərzdədirlər. Daha sonra digər tərzlərin də fərqində olmaq və fərqli-fərqli komanda içərisindəki dinamikalara görə bu tərzləri önə çıxara bilmək. Bunlar çox vacibdir. Təbii ki, öz fərqindəlik, özünün daxilinə baxa bilmək, yəni ilk texnikalardan biri yazı texnikasıdır. Mən necə bir liderəm deyib, yazı texnikasını edərək özünüzün fərqinə vara bilərsiniz. Maksimum 20 dəqiqə zaman lazımdır bunu üçün ayırmaq. Fərqli kitablar var, məsələn, güclü suallar kitabı var. O güclü suallar kitabını oxumaq. Orada çünki tam biznes həyatının, iş həyatının içərisində doğru sualların necə bir nəticə gətirdiyinə biznes proseslərinin içərisində, məsələn, ora baxmaq olar. Daha sonra güclü suallarla bağlı bunu da qeyd edeyim. Çox gözəl bir nümunədir. Dünya nə zaman dəyişdi? Biz əvvəl nə edirdi insanlıq? İnsanlıq köçəri həyat tərzi keçirirdi. Su hardaydısa suya gedirdi də. Su hövzəsilərə belə köçəri həyat yaşamaq üçün gedirdi su hövzəsinin yanına. Dünya nə zaman dəyişdi? Biz suya necə gedək deyil, suyu bizə necə gətirək sualı yarandığı zaman dünya dəyişdi, sənaye formalaşdı. Artıq su bizə gəldi. Biz oturduq, şəhərləşdik, şəhər qurduq, su bizə gəldi. Bu çox güclü bir suala nümunədir və bütün belə deyək də evrənin, bütün dünyanın düzənini dəyişdirən bir güclü suallardan biridir. Bu şəkildə yanaşmaq, yəni biraz daha belə açıq baxmaq, həmişə yoldaşlara dediyim kimi fərqli baxış bucağı formalaşdıra bilmək. Çox vacibdir. Çıxın öz çərçivələrinizdən, yəni o 1-3 dediniz ya, 1-2-3. Mən elə 1-2-3-ün üçünə də eyni şeyi deyərəm. Çərçivələrdən çıxın, fərqli baxın, oturduğunuz yerdən qalxın, sahəyə gedin, istehsalata gedin, hansı prosesi idarə edirsinizsə, müştəri xidmətlərinə gedin və s. Fərqli-fərqli sahələrə gedin və oralarla baxın. Yəni empatiya demək, empatiya gedim özümü onun yerinə qoymaq demək deyil tam olaraq da. Özümü onun yerinə qoydum
gördüm, baxdım, amma sonra təkrar qayıtdım, gəldim öz mövqeyimə və öz mövqeyimdən artıq fərqli baxış bucağı ilə birlikdə bir qərar verdim, bir istiqamət verdim və s. Yəni əsas məsələ budur. O çərçivələrdən çıxmağı bacara bilən lider hər zaman daha uğurlu lider olacaqdır. Təşəkkür edirəm, çox sağ olun. Bugün biz gördük ki, koçvari idarə etmə təkcə bir yanaşma deyil, həm də düşüncə tərzidir. Liderin əməkdaşlarına necə yanaşdığı, onlar üçün inkişaf üçün necə zəmin yaratdığını, zəmin formalaşdırdığını göstərən bir yanaşmadır. Və qonaqlarımızın fikirlərinə görə, tövsiyələrinə görə biz bildik ki, bu dəyişiklik mümkündür. Əgər biz bunu istəyiriksə, siz də güclü lider olmaq istəyirsinizsə, dəstəkləyici lider olmaq istəyirsinizsə, koçvari idarə etmə, koçvari yanaşma sizin üçün çox güclü bir alət ola bilər. İnkişafda qalın, gələn görüşlərədək.